Vaxtınız xeyir olsun dəyərli müəllimlər. Salamlayıram hər birinizi. Və bugün sizlər üçün may ayının 10-da, yəni 2026-cı il may ayının 10-da Naxçıvan şəhərində sertifikasiya imtahanı keçirilibdir və sertifikasiya imtahanında müəllimlərə düşən kurikulum sualları haqqında qısa məlumat verəcəm və 2 dənə kurikulum sualının izahını verəcəm müəllimlər. Diqqətli olaq. Deməli, suallar hansı istiqamətdə olubdur? Biraz qısa məlumat verim. Qiymətləndirmədən sual olubdur. İnteqrasiya mövzusundan sual düşübdür. İdrak taksonomiyasından sual olubdur. Sinifin effektiv idarə edilməsindən sual görünübdür. Suallar belə orta, ağır, belə deyək də, yaxşı, normal suallar olubdur. Yəni, öyrənən bir müəllim, belə deyək də, hazırlığı olan bir müəllim orada rahatlıqla bu sualları cavablandıra bilibdir. Və yadda qalan 2 dənə sualın izahını verəcəm. Diqqətli olaq. Sual birincisi belədir. Tarixi hadisələrin cəmiyyətin inkişafına necə təsir ola bilər? Fikrinizi nümunələrlə, yəni faktlarla bir əsaslandırın. Burada idrak taksonomiyasının mərhələsini soruşubdur. Bəli, baxın, diqqətlə baxın. Tarixi hadisələrin cəmiyyətin inkişafına necə təsiri ola bilər? Bu sualı sizə ünvanlayır. Sizdən fikrinizi soruşur. Deyir, fikrinizi nümunələrlə, faktlarla əsaslandırın. Yəni, öz fikrinizi soruşur. Öz münasibətinizi soruşur, öz mövqeyinizi soruşursa, burada söhbət nədən gedir? İdrak baxımından dəyərləndirmə mərhələsidir, müəllimlər. Dəyərləndir. Yəni, sənin münasibətin burada önəmlidir. Söhbət dəyərləndirmədən gedir. Aydındırmı? İdrak taksonomiyasının dəyərləndirmə mərhələsinə uyğun gələcək. Qətiyyən təhlil götürmək olmaz bunu. Sonra sualın biri belə olubdur ki, müəllimlər, diaqnostik qiymətləndirmə sual olubdur. Diaqnostik qiymətləndirməyə deyir, aid deyil. Aid olmayanı soruşur bizdən. Baxırıq. Nəticələr deyir, şagird qovluğunda saxlanılır. Əlbəttə ki, saxlanılır. Aid olduğuna görə bunu götürməyəcəyik. Sonra, müəllimin şagirdlərin təlim nailiyyətlərini necə inkişaf etdirəcəyinə təsir edir. Əlbəttə ki, eləyir. Diaqnostik eləyərək biz buna da təsir göstərəcək. C bəndinə baxırıq. Əsasən ümumiləşdirici təkrar məqsədi ilə aparılır. Qəti şəkildə, tamamilə yanlış fikirdir. Aid olmayan elə budur. D bəndinə baxın. Yeni materialı şagirdlərin səviyyəsinə uyğun təqdim etməyə imkan yaradır. Tamamilə doğru fikirdir. Ona görə götürmürük. Çünki bizdən yanlış istəyir. Aid olmayan istəyir. E-yə baxaq. Şagirdlərin mövcud bilik səviyyəsi barəsində aydın təsəvvür yaradır. Əlbəttə ki, yaradır. İlkin qiymətləndirmə olduğuna görə hər bir variant uyğun gəlir C bəndindən başqa. Aydın oldu müəllimlər. Yəni, bu suallar imtahanda iştirak etmiş müəllimlərin yadında qalan suallardır müəllimlər. Aydındırmı? Yəni, yadlarında qalan budur deyə mən bunları sizlərə təqdim elədim. Ümid edirəm sizlər üçün də faydalı oldu. Belə videoların davamı üçün YouTube kanalıma abunə olun. Yəni, imtahanda düşən sualları biz kanalımızda paylaşırıq, sizlərə dəstək olmaq məqsədi ilə. Sağ olun müəllimlər, özünüzdən müğayət olun.